çok həqiqətən də təsir edici görünüyor. Heç şübhəsiz şəhidlərimizin şəkilləri daim bizim başımız üzərində olacaq. Onların adları daim bizim qəlbimizdə olacaq. Onlar bir tarix yazdılar. Şəhidlərimiz, qazilərimiz, əskər və zabitlərimiz həqiqətən Azərbaycan tarixində görünməmiş bir qəhrəmanlıq sərnaməsi yaratdılar. Biz deyirik, son 80 ildə Azərbaycan heç bir dövlətin əldə etmədiyi qalibiyyət əldə etdi. Amma biz tarixə baxsaq, biz tarixi düşmənlərimiz üzərində deyərdim, son 200-300 il ərzində əldə etmədiyimiz qələbəni əldə etdik. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin misilsiz ali başkomandanlığı, şəhidlərimizin, qazilərimizin, əskər və zabitlərimizin görünməmiş şücaəti sayəsində biz torpaqlarımızı işğaldan azad etdik, suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik, ləyaqətimizi döyüş meydanında bərpa etdik. İndi Azərbaycan, hər bir Azərbaycan övladı başı dik, qürurla gəlir. Məhz bu zəfərin, bu qələbənin nəticəsidir ki, Azərbaycanın dünya miqyasında nüfuzu günbəgün artır. Bugün beynəlxalq müstəvidə keçirilən ən nüfuzlu tədbirlərə Azərbaycan lideri Cənab İlham Əliyev dəvət alır, iştirak edir və söz sahibi kimi Azərbaycanın maraqlarını bu beynəlxalq müstəvidə layiqincə müdafiə edir. Təkrar edirəm, heç şübhəsiz bu qürurla gəzməyimiz, beynəlxalq müstəvidə platformalarda uğurlu fəaliyyətimiz bizim əldə etdiyimiz qələbənin nəticəsidir. Şəhidlərimizin şücaətinin, qəhrəmanlığının nəticəsidir. Bizim borcumuz, bu bizim vəzifə borcumuz deyil, bu bizim vicdan borcumuzdur. Şəhidlərimizin ruhunu daim uca tutmaq, şəhid ailələrinin daim yanında olmaqdır. Cənab Prezidentimiz, 1-ci vitse-prezident Mehriban xanım Əliyeva daim şəhidlərimizə diqqət göstərilməsini dəfələrlə vurğulayır və bu çərçivədə də, bu siyasət çərçivəsində də bizim borcumuz, qeyd etdiyim kimi vicdan borcumuz şəhid ailələrinin yanında olmaqdır. Onların, şəhidlərimizin bu qəhrəmanlığını nəsildən nəsilə ötürməkdir. Bu zəfəri unutmamaq üçün gənc nəsil bu qəhrəmanlıq tarixini, bu qəhrəmanlıq sərnaməsini yadda saxlamalıdır, heç vaxt unutmamalıdır. Biz suverenliyimizi, ərazi bütövlüyümüzü göz bəbəyimiz kimi qorumalıyıq. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları daim şad olsun. Biz heç vaxt onları unutmayacaq, onlar bizim qəlbimizdə, zehnimizdə əbədi yaşayacaqlar. Hörmətli tədbir iştirakçıları, icra hakimiyyətinin nümayəndələri də iştirak edirdi, amma müəyyən obyektiv səbəblərdən getməli oldular. Mən onlara minnətdarlığımı bildirirəm. Başda Zakir müəllim olmaqla bütün icra hakimiyyətinin təmsilçilərinə təşəkkür edirəm. Şəhid ailələri ilə bağlı, qazilərimizlə bağlı müraciətimiz olduğu təqdirdə Zakir müəllim başda olmaqla icra hakimiyyəti müraciətlərimizi operativ şəkildə cavablandırır və həlli mümkün olan məsələlərdə daimi olaraq bizə yardım göstərir. Şəxsən mənim müraciətimi operativ şəkildə cavablandırılır. Bununla əlaqədar onlara minnətdarlıq bildirirəm. İndi isə tədbirimizin davamı olaraq söz demək istəyən, kim söz demək istəyirsə söz vermək istərdim. Buyurun.